sizə xahiş Keşke yazan da değilim. Dünən qonşu kanalda bir şairi götürdü. O Balaş, Sevil operasında Balaşın atasında ölüm kostyumu giyindirib gətirirlər. Bir şairi, üzr istəyirəm, yataq paltarında divarın, öz uçuq-muçuq divarda bir ağacın yanında da otuzdurmadılar ki, oradan dedi ki, mən şər ata-atada, yəni dedi, kitaba dedi jurnal, dedi onu nə bilim, heç kəs güya verməyib. Yəni şairi biabır elədilər, 72 yaşında, nə bilim, 16 dənə kitabım var. Bu xanım da deyir ki, 22 kitabım var. Sizin 22 kitabınız var, yəni kimisə 30 kitabı var da, yəni narazı olanları deyirəm. İndiyənə qədər mən sizin bu vaxta qədər mən bir bəstəkar olaraq, çünki mən elə bir şairlərin sözlərindən musiqi bəstələmişəm ki, müasir şairlərdən tutmuş. Bax, Kəmalə Rüstəmizal var, gənc şairədir. Xoşuma gəlib Qartal. Mən buralarda deyil yerim, mən Qartalam. Yəni, əl çəksin kədər. O qız mənim heç nəyimdir. Mən onun sözlərini yazmışam, oxumuşam da. Və klassiklərin, İmadətdə Nəslimidən tutmuş, Cəfər Cabbarlı, Mikail Müşfiq, Ramiz Rövşən, Rüstəm Behrudi, Nəbi, hamısı da. Amma ki, o sizin 22 dənə kitabınızdan, içimizdə 2 dənə şeiri mən bilərdim, amma mənim bir dənə şeir, kitabımın bütün şeirləri əzbərdir, dillər əzbəridir. Özü bütün Azərbaycana yayılır. Dünya Bəlkə siz də küsüb getmək istəsəniz, Yazıçılar İttifaqlar, deyir o məktəbdə, deyir, istəsən sən də çıx get. O şeir, cızmaqaraları oxuturlar sizə. Mənim sizin bütün gözəlliklərinizi o cızmaqarası kölgədə qoyur, canım mənim. Bunu mən bir bacı kimi deyirəm. İnanın, mən sizə deyirəm ki, gülünç vəziyyətinə qoyur sizi. Gülünç siz özünüzü qoyursunuz. Bunu mən sizə deyirəm. Siz özünüzü bu deyil də. Mən sizə deyirəm. Gülünclər vəziyyətinə qoyursunuz. O sizi mənə deməyinə. Başqaları darda danışır, gülür. Mən darda danışır, mən Harada gətirdim bunu? Mən sizə bir söz deyim. Bilsəydim, valla yeri gəl. Mənə deyirlər ki, efirlərə gedmə. Mən açmıram. Onun ürəyi doludur. Mən